Bölgə TV xəbər verir ki, ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai yaşayış obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı havaya normadan artıq tullantı atıldığı müəyyən olunub. Xidmətin rəisi Hikmət Əlzadə bildirib ki, bəzi obyektlərdə təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara mütəmadi xidmət göstərilmir, filtrlər vaxtında dəyişdirilmir. Nəticədə isə atmosfer havası çirklənir, insanların sağlamlığına və ekoloji mühitə ciddi ziyan vurulur. Restoran və ictimai yaşayış obyektlərinin sahiblərinə çağırış edirik ki, obyektlərindəki təmizləyici qurğuların texnik göstəriciləri normalara uyğun vəziyyətə gətirsinlər. Əks halda, havaya normadan artıq tullantı atılmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən qanuni tədbirlər görüləcək, deyə xidmət rəisi bildirib. Mütəxəssislər hesab edirlər ki, havaya atılan tüstü və zərərli qazların normadan artıq olması yalnız paytaxtda deyil, bölgələrdə ekoloji tarazlığı da pozur. Bu isə həm təbiətə, həm də insanların gündəlik həyatına mənfi təsir göstərir. Qeyd edək ki, Bölgə TV əməkdaşları da məsələ ilə bağlı araşdırmalara başlayıb və ilk çəkilişlər Bakı şəhərindən start götürüləcək. Dilbər Vüqar qızı, BTV.